Temmuz sifarişlərimi də getdim, götürdüm. İndi hamısını açım. Bir sizə göstərəcəm nələr sifariş eləmişəm. Burada sapaş kimi görürəm. Salam əziz xanımlar, dəyərli izləyicilərim, yeni vloqa xoş gəlmisiniz. Necəsiz? Ümidvaram ki, işləriniz qaydasındadır. Artıq yeni ildə gəldi çıxdı, mənim vloqum isə yox. Artıq bir ilə yaxındır ki, YouTube kanalımı açmışam və sizinlə kiçik həyatımın anlarını paylaşıram. Bu kanalı açanda 1000 izləyicim var idi. Onda reseptləri bölüşürdüm və çox vlog paylaşmırdım. İlk vlogumu paylaşdım və aylar keçdikcə biz 10.000 olduq. Hər birinizə təşəkkürümü bildirirəm. Vaxt ayırıb baxdığınız üçün. Bu aralar bilirəm ki, itmişəm, başım qarışıq idi. Üzr istəyirəm. Həm bayramlar idi, həm qızımın ad günüsü idi. Əslində vloqlardan biraz yorulmuşdum. Dedim biraz fasilə verim. Çoxunuz istədiniz ki, səsli vloqlar olsun. Mən də mövzuları çox da yaxşı seçə bilmirəm. Dedim elə neytral bir mövzu götürüm. Uşağıma aid mövzudur. Bu televizor məsələsidir. Övladlarınız televizora gün ərzində neçə dəfə və nə qədər baxır? Düzdür, mən qoşuram. İndi də burada görə bilərsiniz ki, televizora baxır. Mən işlərimi görə-görə. Sonra öz-özümə deyirəm ki, mən pis anayam. Çünki mən işlərimi görə-görə uşağımla maraqlanmıram. O isə oturub televizora baxır. Tək baxıram deyə uşağa biraz çətindir. Araları düzdür, anam gəlsə də, yoldaşım kömək eləsə də, yenə də özümə vaxt çatdıra bilmirəm. Təkcə özümə yox, ev işlərinə. Ümumiyyətcə ailənin televizora hardasa gündə 2 dəfə baxır. O səhər radələrindədir. Səhər yeməyindən sonra səhər yeməyini yeyirik. Sonra mən başlayıram işlərimi görməyə ki, hamısını çatdırım. Vitamin D-sini də verim. Çünki indicə səhər zavtraqını eləmişik. Aç ağzı və 2 pış-pış verirəm ona, içir. Belə 400-lükdür. İndi istəyirəm əynini dəyişdirim. Özüm qalacam, bilmirəm, dəyişdirəcəm əynimi yəqin ki və təmizliyə davam. Bir də görəcəksiniz gün ərzində nələr edirik. Gedim bunu qoyum yerinə də qızım. Sonra da videonu editləyəndə görürəm ki, uşağım bütün günü televizora baxırmış və bu məni çox yeyir, bu fikirlər. Televizora qoşmayanda da onun yanında otururam bütün günü, işlər də qalır belə pauzada. Özümə deyirəm ki, yenə ev dağınlıqdır, yemək bişməyib, amma mən yenə oturmuşam, heç nə eləmirəm. Multikləri pisləmirəm ümumiyyətcə, heç nə demirəm. Yəni elə analar var ki, bütün günü məcburdur otursun uşaqla evdə və televizor qoşmalıdır. Yəni havalar da indi soyuqdur. Yay ərəfəsində heç olmasa bayıra çıxmaq olar. Yəni uşaq da orada qəşəng hava ilə nəfəs alır, uşaqlarla oynayır. Qışda isə çoxumuz evdə oluruq. İstədim sizlərlə də bölüşüm və sizin fikirlərinizi alım. Ümumiyyətcə uşaqla evdə qalanda nə ilə məşğulsuz? Düşünürəm ki, biz də balaca olanda evdəkilər bizə 100% televizora qoşublar, multika baxdırıblar. İnanmıram ki, hər gün bizimlə məşğul idilər tərbiyəmizlə. Amma şükür ki, hər birimiz tərbiyəli böyüdük. İnkişafdan qalmadıq. İndiki psixoloqlara qulaq asırsan, o olmaz, bu olmaz. Hər şey qədərində gözəldir məncə. Adam bilmir ki, kimə qulaq assın, özünə, həkiminə, psixoloqa. Adam dəli olur. Düzdür, o qədər oyuncağı var. Oyuncaqlarla oynayır, amma yenə də yəni bütün günü oynamır. Marağından tez qaçır. Məsələn, oturub multik izləyəndə görür ki, mən nəsə iş görürəm, ona heç fikir vermirəm, dəli olur. Qaçır dalımca, başlayır demək ki, mama Naruki, yəni ələ götür məni və belə başlayırıq bütün evdə gəzməyə, qucaqda. Hələ ki, bağçaya kimi yəqin belə olacaq. Səhər kofenin yerinə çiyalı su. Ondan sonra 5 dəqiqədən sonra sadə su içəcəm və səhər yeməyimi eləyəcəm. Əlin orada özünü öldürür. Səhər yeməyi üçün deməli belə səhər yeməyidir məndə. Tez bazar sizə göstərim, yoxsa özünü öldürəcək. Bir də Alinkanın səhər yeməyini də göstərim. Alinkamın yumurtadır, çörəkdir, bir də şorla verəcəm indi ona. Gəl qızım. Gözlə mama da gəlsin yanımda otursun. Pijaması da belədir, biraz yekədir. Yeyir. Mən də oturum, yeyim. Axşamdan noxudları qoydum. Belə gözəl şişdilər. İndi göndəririk bunu multivarkaya, qəşəng pişsin oradan. Sonra atacağım buzluğa. Köftə bozbaş hazırlamaq istəyirəm bugün. Kakraz bunlar mənə lazım olacaq. Qızlar, dünənki paylaşmışdım sizinlə, yemək çox ləzzətli alınıb. Uşaq belə bir qab yeyib də, yəni ailədən şokdayım. Çünki ailən
belə deyim də, yalan danışmayayım. Hər bir yeməkdən 3-4 qaşıq yeyən uşaqdır da. Özünüz də bilirsiniz. Başqa vloqlarda da demişəm ki, çox az yeyir. Yəni ona görə onun menyularını belə paylaşa bilmirəm. Çünki onlardan yarısını heç yemir demək olar ki. 3-4 qaşıq o da sayılmır mənə görə. Məncə iştahı yaxşı olmalıdır. Siz deyirəmsə, mənimlə razısınızsa reydə yazın. Sizcə uşaq çox yeməlidir, yoxsa az yeməlidir? Məncə çox yeməlidir. Ümumiyyətcə, iştahlı uşaq, mən iştahlı uşaq çox xoşlayıram. Aylin yeməyəndə əsəb oluram. Nəysə, burada qatıq qarışımıdır. Baxar xanımın menüsü ilə, diyetoloqun menüsü ilə qidalanıram. Hələ ki, ikinci dəfədir. Ona görə mən sizə hələ deyə bilmərəm ki, mən arıqladım. Vəsə, bir həftə davam edəcək. Görək qızlar, bir həftə ərzində nələr dəyişəcək. İstəsəz Baxar xanımın Instagramını da verərəm. Yəni tək Baxar xanımın yox, orada ümumi Instagram səhifəsidir. Onları Instagramdan tapmışam. Çoxdan səhifələrinə baxırdım, bəyənirdim və axır ki mən də qoşuldum. Öz başıma dedim eləməyim də pəhrizi. Çünki dəhşət ödəm var idi məndə. Özüm düz əməlli pəhrizi eləmirdim. Yəni eləyirdim, arıqladım, 65-ə kimi düşürdüm. Amma ondan sonra yenə stres, yenə yemək, axşamlar yemək basırdım. Belə pis çıxmasın və sizi də aldatmaq istəmirəm. Nə var odur. Yəni arıqlayıramsa sizinlə paylaşıram, arıqlamıramsa onu sizə deyirəm. Yəni mənim sizdən gizlətdiyim bir şey yoxdur. Burada da salatikdir, bol tərəvəz qabıdır, limondur, duz əlavəsi. Yəni yemək bişirən zaman biz duzu vururuq, istiyotu vururuq, amma yenə də məsləhət görülmür, amma yenə də insanın orqanizmi duza və məsəl üçün ədviyyatlara ehtiyacı var. Nə qədər çeki attım. Amma telefonla da yanmışam. 68,5 71 idim. Ev üçün bir dənə sos bişirdim. Elə bayaq onu deyirdim vlogdakı. Aylin bir dənə boş qabı yedi, bitirdi. Maşallah olsun, mənim uşağım çox az yeyir. Həmişə deyirsiniz ki, paylaş menüsünü paylaş. Paylaşıram. Yedikcə paylaşıram, yemədikcə paylaşmıram. Bilmirəm Aylinə nə olmuşdu. Ac oyanmışdı, yoxsa nə? Bir boş qab yedi və elə sevinmişdim ki, anama zəng elədim. Dedim ki, mənim qızım ilk dəfədir bir dənə boş qab yemək yeyib. Məncə biz bütün analar eləyik, uşağımız yeməyəndə fikirləşirik ki, nəsə bir problemi var. Amma bəlkə də normasındadır elə. Yəni uşaqlar inkişaf eləyə-eləyə, yeməklər də inkişaf edirlər, seçməyə başlayırlar. Ay bunu istəyirəm, bunu istəmirəm. Mən ona görə səbir edirəm. Bir gün yeyir, bir gün yox və normasıdır. Deməli, tamam sifarişlərimi açdım. 2 ədəd lasin gəldi mənə. Mən ən çox lasin yeməyi sevirəm bu aralar. Belə bir rəngdədir. Burada rezini də var. Emraz meyvəridir. Aşağısı da belədir. Biri bu rəngdədir, biri də bu rəngdə. Başqa rənglər də var orada, ayrı-ayrı. Başqa rənglər də var, ayrı-ayrı, çox gözəldirlər. Sonra üzərində necə görsənir, göstərəcəm. Daha sonra belə bir şey sifariş elədim. İndi ekranda görəcəksiniz nə üçün lazımdır. Bir də belə brelok çanta üçün çox bəyəndim. Bir dənə çanta qaldı, sifariş verin. Bir də sadə botlar. Bunlar da belə. Aylinka üçün, özüm üçün, bir də yoldaşım üçün belə bir kepkalar sifariş vermişdim. Əslində yay üçün istifadə etmək istirdim, amma belə gündəlik də geyinmək olar. Üçü birindədir. Ürəklə pijamam var idi. İstədim belə leopard pijamam da olsun. Niyə də yox. El razmerini sifariş elədim ki, biraz boş qalsın. Mən sıx pijamalar ümumiyyətlə xoşlamıram. Sadəcə o birisini aldım. Başqa razmeri yox idi, amma görünüşü gözəl idi. Burada rezinlidir. Alt hissəsi də belədir. Tikişlər də görsənmir. Çox keyfiyyətli pijamadır. Sizə deyim, material da qəşəndir. Aylinka üçün də bunun balacasından sifariş verdim. Aylinka üçün də qızlar, baxın beləsindən sifariş verdim. Bu biraz belə, buradan tikişləri çıxır, amma bu heç. Amma belə material polyesterdir. Bu da həmçinin. Burada bunları çıxartmaq olar, elə də problem deyil. Əsas tikişləri hamısı yerindədir. Rezin yerindədir. Hər şey yaxşı görsənir. Və mənim botlarım. Elə çox bəyənmişdim onları. Saytda çox gözəl görsənirdilər. İçi belədir. Yəni belə istidir. Balaca bir kabluku var. Razmer 38'dir. İstədim ki, bir dənə burası elə də keyfiyyətli deyil. Amma çox gözəl görsənirlər. Həm istidilər, həm rahatdılar. Uca geyinib baxmışdım.
Razmeri də düz seçdim. 38. Mənim ayağım 38'dir. Çox gözəldilər. Aylinka sağ olsun. Mənim çaşkamı qırdı. Bu nədir? Hə, bu santimetrdir mənə lazım idi ölçülərimi götürmək üçün. Bu da isə çaşka. İndi göstərəcəm və qiymətinə dəli olacaqsınız. Çünki 4 manat 50 qəpik almışam. Bilmirəm, bəlkə ucuzlusu da var. Sonra belə sitiçka götürdüm böyüsündən və balacasından. Sonra belə paketlərdir. Ağzını bağlamaq üçün yeməklərim 1.50 idi. Süzgec setka. Hə, bu süzgecin qiymətidir. Bu istəyəsən 80 qəpik idi. Və belə bir forma. Formanı da açım göstərim sizə. Çaşıçkanı çox bəyəndim. Çox gözəldir. İçərisində belə ananas var. Düzdür, burasında nakleyka qalıb. Onu təmizləməliyəm. Və mənim qablarım soba üçün almışam. Biri yekədir. Yəni bu mənim əlimdir. 2 əlim boydadır. Bu birisi isə daha balacadır. Burada su var idi altında. Onun şeydi. Hə, bu da burada bir əl və biraz da belə yer qalır. Bunlardan çoxdan istirdim, aldım. Bunları da bilirsiniz də göstərmişdim sizə. Nə üçün götürmüşəm? Bunlar məsəl üçün çox rahatdır, rezinli belə paketlərdir. Mən həmişə yeməyi məsəl üçün yoldaşım üçün axşamdan qoyuram, üzərini bundan örtürəm, çox rahatdır. Belə. Bir də Navisə girdim. Aylinka üçün belə kiçik alışveriş elədim. Burada kurtkadır. Kıstati kurtkanı 9 manat 80 qəpik almışam. Həm oğlan üçün deyəsən var idi, həm qız uşaqları üçün. Bunu bəyəndim. Əslində kurtkaları var. 2 dənədir. İstədim birini də götürüm ki, onu da dəyişik geyinə bilək. İndi göstərəcəm sizə. Baxın qızlar, belə bir kurtçikadır. İçi belə, necə deyim? İçi belə istidir və belə bir puxavik kimidir də. Yəni burada belə əl tərəfi belədir. Cəmi cümü 9 manat 80 qəpik. Məncə çox yaxşıdır. Navisdən götürmüşük. Burada belə gülləri var. Aylinkanın üzərində çox gözəl durur. Bir də kapüşonu var. Kapüşon da elə şey deyil. Necə deyim? Əgər papaq giyindirəcəksinizsə heç kapüşona ehtiyac yoxdur. Razmerdəki XXL-dir, amma ailəyə yaxşı oturdu. Burada da belə bir gülü var. Burada da yoxdur. Yəni burada bəlkə qopub. Əybi yoxdur. Əsas odur ki, keçən kurtkadır. Rəngi də gözəldir. Belə çömnəsinik. Belə gedib baxa bilərsiniz orada kurtçikalara. Ümumiyyətlə uşaqlar üçün pijamalar falan nə istəyirsiniz var. İç geyimləridir. Çox qəşəng qiymətə. Belə ev üçün tərliklərdir. Bir də mən kalgotka götürdüm Aylinka üçün. Bir də corablar. 90 qəpiyə kalgotkanın da 2.40 deyəsən. Belə kalgotkadır. Burası xoşuma gəldi. Çox gözəldir. Həm qış rənginə uyğundur. Və belə uzun corablar 90 qəpiyə idilər. Bilmirəm halinə gedəcək yox. İstədim bu dəfə uzun götürüm. Və kalgotka. Belə çox götürmürəm kalgotkaları. Çünki cırır pis günə qoyur. İndi o bir 2 dənə kalgotkası var. İstəyirəm birini tullayım, artıq cırılıb. Da nə edirəm o? Tükürəm yenə cırılır. Bundan götürdüm. Bu da çölə çıxanda. Evdə onsuz da istidir. Ya corab giyindirirəm, ya papışlarını. Papış deyirəm. Girmişəm o gün Navis orada papış yazam. Nə qədər güldüm. Axırda o papışlardan aldım. Papışları deyirdim qızlar. Baxın necə şirinlər, özü də belə qlamur. Evdə giyindirirəm. Razmerini də orada yoxladım. 1 manat 60 qəpiyə idi. Məncə rahatdır və əladır ev üçün. Ümumiyyətcə evdə gəzməyə. Həm pijaması da bu şeydədir. Leopard. Əvəzləri də aldım evə qızlar. 6 ədəd göyərtidir, qarışıq, kağıdır, kartoşkadır, apelsindir. Aylin xoşdur. Bir də özüm üçün alma, Aylinkadır. Yəni yeyir. Ona görə bu bir gündən bir alınan bir tərəvəzlər meyvələrdir. Bir də qızlar balıq aldım. Sudak olmalıdır. 14 manat 79 qəpik. Bir də toyuqlar. Evdə bitmişdi. Evdə ən çox toyuq yeyilir bizdə, bir də balıq. Mətbəximdə iş gedir. Burada kotletkaları hazır edirəm. Dedim sizlərlə də paylaşım. Buralara estetik görsənməsə də əslində işimi belə görürəm. Kompüter qoyuram qabağıma, serialıma baxıram. Və başlayıram ev işlərini görməyə. Aylinka orada isə multik qoşuram ki, rahat işlərimi görə bilim. Bir dənə yumurta, mozzarella pendiri, panko suxarisi, brokoli də qoymuşam qaynasın. Deməli burada duz, istiot, bir də çəkilmiş toyuq sinəsi, bir də brokoli
Brokoli də buradadır. Bunları da butları çıxartdım ki pişirəcəm. Qəşəng burada şorba bişirdim toyuqla və bunları qoyacağım indi qaynasın. 5 dəqiqə qaynayacaq, çox yox. Gözəl kotletlər alındı ki, bir sözlə sizə buradan deyə bilmirəm də, yəni necə gözəldilər. Bilmirəm, bəlkə pendiri əlavə eləməyəcəkdim gərək. Çünki bəlkə indi tavaya yayılacaq. Amma eybi yoxdur, sonradan sobada bişirəcəyik. İndi bunları qızardaq iki tərəfdən. Az yağda qızardın, çalışın və sobada. Onu daha sonra sobaya yerləşdirin ki, özlərinə gəlsinlər. Biraz kərə yağı ilə hazırla yersinizsə. Alin üçün də burada belə şorba hazırladım və 2 dənə brokoli qoydum ona. Brokolini də qaynatdım 2-3 dəqiqə. Onda belə bişəndə, belə bişən brokoli daha faydalıdır. Çalışın belə şeyləri saat 4-ə kimi verin ki, bütün vitaminlər bədənə getsin. Həm meyvəsində, uşağın hər şeyini, günorta yeməyində rejimə salın, çalışın. Onda daha sizə rahat olacaq. İndi mən bunu özümlə rejimə saldım, mənə daha rahatdır. İnşallah sizdə də alınar. Kim rejimdə deyilsə, mütləq rejim haqqında oxuyun, araşdırın və uşaqlarınızı rejimə salın. Vaxtı-vaxtında yatsınlar, vaxtı-vaxtı dursunlar, yeməyin yesinlər. Səhər düzdür, az yemək vermişəm Alinə. Bir dənə yumurta verdim, kərə yağımda qızartdım və soyutma verirəm arada bir. Biraz xripsi verdim, belə çörəyin üzərinə kəsməyi, çörəyin üzərinə şor yayıb verdim, yedi. Belə balaca-balaca şeylər düzəldirəm, ondan yeyir. Heç nə, bunları qızardım, keçək. Onları sonra sobaya yerləşdirəcəyik. Görün necə ləzzətli bişir. Sonradan göndərirsiniz sobaya. Biraz kərə yağı ilə uşaqlara da verə bilərsiniz. Mən zeytun yağında bişirirəm. Ümumiyyətcə Alinin yeməklərini o yağla bişirirəm. Yoldaşım deyir ki, mən fərqi yoxdur. İstəyirsən o final yağından, istəyirsən möcüzə yağından. Final yağından daha almayacağım. Çox sağ olun ki, mənə möcüzə yağını məsləhət gördünüz. Bunu alacağım, qoy bu bitsin. Keyif eləməyim, yağı tullamayım. Onu bitireyim, ondan sonra alacağım möcüzəni. Yəni deyirsinizsə yaxşıdır, götürüb rob eləyəcəm. Bugün də qatığımı dəyişdim. Mila qatığı yox idi. Azər südün qatığını götürdüm. Görüm hansı daha dadlıdır. Balığı təmizlədim, doğradım belə kusoklara. İndi pişirəcəm onu. Alinka deyəcək, mən bir də yoldaşım. Görün neyinir burada. Hə, heç nə, keçim göyərtimi də təmizləyim və keçim göyərtimi də təmizləyim. Kartof soyutması da eləyəcəm. Alin imkan versə vlog çəkməyə. Marinad elədim. Deməli, burada limon şeylərini görə bilərsiniz, kostçikalarını. Amma onları çıxardacağım. Qəşəng qarışdırım. Paprika vurdum. Biraz balıq üçün ədviyyat. Qara istiyot. Bir də duz vurmadım. Duzun yerinə limon soku ilə apelsin sokunu vurmuşam. Bir çay qaşığı da yağ. İndi göndərək balıqlarımızı sobaya. Qəşəng pişsin orada. Axşama doğru gəldi, çatdı. Gəldi vlog sona çatdı qızlar. Mənim mütləq WhatsApp kanalıma abunə olmağı unutmayın. Onu mən reydə bölüşəcəm sizlərlə, keçdirə bilərsiniz. Həm Instagrama da follow göndərə bilərsiniz. Orada da maraqlı günlük storylər paylaşıram. Əgər Instagramınız yoxdur, eybi yox. Burada da sizinlənəm. Deməli, seriala baxırdım və gedim asta-asta yatım. İnşallah gələn vlogda görüşənədək. Siz də bu vlogda nəyi ən çox bəyəndinizsə, reylərdə yazın. Hamınızı öpürəm, özünüzə yaxşı baxın. Hələlik.